Bütün belində protruziya, yırtıq olan insanları salamlayıram. Dərdi verən də Allahdır, alan da Allahdır, həvəsdən düşməyim. Mən şahid mənası ilə demirəm, bu proseslərin çox mən ağrılı mərhələsindən keçmişəm. Bircə o deyə bilərəm ki, gecələr, günlərlə, həftələrlə yatmamışam və heç bir ağrı kəsici də təsir eləməyib. Bir də onu podчеркивать eləyirəm ki, əməliyyat elətdirməmişəm. Dağıstanlı bir idmançı qardaşımız belə bir şey məsləhət görüb, adi jigutdan. Çox effektiv təsir eləyir, çox. Çox effektiv təsir eləyir. Həmən belə onurğanın o hissəsinə lazım olan əzələləri, yalnız belə bir metodla, bir də Qafqaz Plenitsa filmindəki kimi, əgər səni xalçaya bükələr, elə də tuğ olmadan, içindən çıxmağa çalışasın. Başqa cür o əzələləri heç cürə möhkəmləndirmək, əvvəlki vəziyyətinə gətirmək olmur. Allah hamımızın şəfasını versin, Allahdan sağlıq diləyir.